Qurban Bayramı ilə əlaqədar olaraq Sumqayıt şəhərində bir sıra kommunal xidmət qurumları əhalinin fasiləsiz və təhlükəsiz təminatı məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib. Azərqaz İstehsalat Birliyinin Sumqayıt qaz istismar sahəsi də Qurban Bayramı müddətində gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Qurum tərəfindən qaz təsərrüfatında təhlükəsizlik tədbirləri artırılıb, istehlakçıların fasiləsiz qaz təchizatı üçün müvafiq texniki və operativ qruplar növbətçilik əsasında işə cəlb olunub. Bayram günlərində şəhər əhalisinin içməli su ilə təminatında hər hansı problem yaşanmaması üçün Sumqayıt Su Kanalı İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Qurum tərəfindən növbətçilik sistemi təşkil olunub, baş verə biləcək nasazlıqların operativ aradan qaldırılması üçün texniki heyət tam hazır vəziyyətə gətirilib. Qurban Bayramına əlaqədar olaraq gücləndirilmiş iş rejimində Sumqayıt Su Kanalı olaraq işləyirik. Növbətçilik cədvəlləri tətbiq olunub və su dayanıqlığı normal qaydada əhaliyə verilir. Əgər hər hansı bir qəza olarsa, qəzanın aradan qaldırılmasını dərhal yerində bitirib, əhali su ilə təmin edəcəyik. Elektrik enerjisinin davamlı və təhlükəsiz verilişi üçün Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi Sumqayıt Elektrik Şəbəkəsi bayram günlərində gücləndirilmiş rejimdə çalışır. Nasazlıqların dərhal aradan qaldırılması məqsədi ilə operativ qruplar tam heyətlə növbətçilik edir, zəruri texnika və ehtiyat hissələri ilə təchiz olunublar. Sumqayıt Elektrik Şəbəkəsində Azərişıq Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin göstərişinə əsasən Qurban Bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçilmişdir. 199 çağrı mərkəzinin hörmətli abonentlərin sifarişləri əsasında dərhal çağrışlar qəbul edilir və yaradılmış qəza xidməti tərəfindən qüsurlar aradan qaldırılıb, abonentləri etibarlı, keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Şəhərin təmizliyi və kommunal xidmətlərin davamlı təminatı üçün Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi də gücləndirilmiş iş rejiminə keçib. Rəhbərinin göstərişi əsasında birliyin tabeli təşkilatlarının hamısında gücləndirilmiş iş rejiminə keçilmişdi. O cümlədən yəni şəhərin təmizlik departamenti, yaşıllıq idarəsi, abadlaşdırma idarəsi, küçə işıqları idarəsi və bütün mənzil kalma sahələrində bu hallar ciddi nəzarətdə saxlanılır. İşlək vəziyyətdədir. Hər hansı bir hava şəraitindən, digər hallarla müəyyən hallar baş verəcəyi təqdirdə aidiyyəti olan qaynaq xəttlərimizə müraciət əsasında məsələyə baxılıb, anındaca yerinə qaldırılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, bütün bu tədbirlər Sumqayıt şəhər sakinlərinin bayramı rahat və təhlükəsiz şəkildə qeyd etmələri məqsədi ilə həyata keçirilir. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bu gün informasiya proqramı üçün.